Salam dostlar. Bugün nə var? Bugün Minecraft-deyik, amma nətər Minecraft-da həyatda qalma moddur. Amma mən bugün burada yəni imkan versə VS atacağım. Özdə yəni biraz Enderman imkan versə. Ha, güzel. Bugün Wither iskeletlərlə danışmağı düşünürəm və satacağım. Baxaq görək nə vaxt uduzacağım. Yəni mənim setlərim çox güclü. Netherite büyülənmiş setlərim var və Netherite qılıncım da var, büyülənmiş. Bax, 2 vuruşda aldım. Amma zəhərlədim. Anam zəhərləndirəm. Biraz da Minecraft'da yani reklam izleyebiliriz. Deli olacağım. Deli olacağım. Bu arada yine de sesimi kapatabilirim. Kendi. Alo. Neyse. Oğlum 3 tane yok. 3 tane yok. Oha. Canımı ne kardılar. Mənim Netherite seslərim var idi. Bax, dağışmadım. Netər 3 canım qaldı. Netherite seslə belə. Buradan mənim nəyim var idi? 7 ətim var idi. Biraz ət yiyeyim. 7. Oğlum acımadım belə. Yandıq. Canımız bir fullənsin. Üçlüyə atdım ama kilo atmadım. Neyse. Of, canımız fullənsin. Canımız fullənsin. O zaman. Ya. Valla siz 3 nəfər mi? Oy. Wither efekti verdi. İkice canım kaldı arkadaşlar. Dostlar, ikice canım kaldı. Gördüğünüz gibi Wither iskeletleri çok güçlü. Bu canımız, bu arada taş kılıncı varmış. Bu arada yorumlarda yazın. Bu Wither iskeletler vurdu, ondan niye zəhər, niye? Bilmirəm, indi kılıncı taş kılıç heç bir büyü effekt yoktu ama yani Wither iskeletin özü bir dənə vuruşunda zəhərləyir adamı. Ha, vur. Gördünüz mü ne kadar vurdu? Nether zirehlə bax, zirehini de orada görürsünüz. Neçə vurdu? 4 canım qaldı. Oğlum. Oha. Gördüğünüz gibi arkadaşlar. Neyse, ondan alarım her şeyi. Büyülənmiş setlər. Baxın, büyülənmiş setlər görün nə oldu mənə. Hətta canımı fullənmədim ya bu mənim hepsi. Bir saniye. Oğlum mənə nə oldu? Bu arada Trasman Boulder mən oynayıram. Neredeyse bu Minecraft öğrendim. Bu arada Netherite setlərin hamısını girdim. Mən kaydet və çıxa basacağım. Onlardan hər şeyimi almalıyım. Yoxsa bu arada mən orada yatmışam. Onun yanında bu arada doğacaqdım. O yaratıcı moda keçim, sizə göstərim. Nətəri şeyləmişəm. Baxın, orada düşüb də. Bu arada mənimlə Minecraft oynamaq istəyənlər çox oyunçuluya girib oynaya bilərlər. Gözəl bir oyun modu, amma mən hər gün tək başıma oynayıram. Çox oyunçulu mənə ekləyə bilirsiniz, amma indi bilmirəm, dəqiq oynaya bilmərik.
Ama bence arkadaşlarla oynayabiliriz ya. Çok oyuncuya bir dəfə girəcəm. Yəni də Minecraft'tan danışarıq. Bu arada Roblox göy kuşasanda gələcək, amma mən tədə çəkmirəm. Yemin ederim. Bax, mənə arxadan bu. O birisi oradan vurdu. İkisi məni sıxışdırdı bir yerə. Nə ayrıq? Siz yazın da yorumlarda. Məni sıxışdırdı. Hətta Netherite setim belə var idi. Qoruya bilərdi. Amma o qədər güclü idilər ki, hər vuruş zəhərləyirdi. Hətta zəhəri çox güclü idi. Yəni cadının düşünün, cadının vurduğu zəhəri düşünün. Cadının hər vurduğu zəhər hamımız bilirik ki, yəni yarı can qalır. Amma bu Wither iskeletlərin Wither effekti zəhəri keçmir. Keçmir. Orada iskeleti mən yan cəsurluğumu göstərərək savaşdım və öldürdülər məni. Bir VS'de yenildim. Niye? Çünkü canım full değildi. Siz de yazın da yorumlarda. Canım full olmayanlar. First time, big time. Unlock $10,000 in welcome bonuses. Your trading journey starts here. Sign up on MEXC today. Bu arada ses çok cevaplar. Ah. Ben burada doğdum. Ve bu iskelet beni öldürdü. Bakın bak ölmedi. Sonunda. Bakaq görək. Sandığa göz. Ay, biraz keçib həm də. Nəysə ki, bunları artıq bura qoyuram. Çünki artıq mənim əsl setlərim elmas setlərdir. Yaratıcı modda bunları hamısını qururam. Nəysə, mənlə oynamaq istəyənlər gəlib oynaya bilər. Bu arada hər şeyi düzəldim. Netherite Gold nələ getdi. Qalxanı bu qalxanım. Netherite qılıncı qoyaraq, bunları alırıq. Oxu buraya qoyub. Bu südləri falan bura qoyacağım. Gəl süd içəydim. Nəysə, ben gələn səfərdə yenə VS'də kim gəlsin, yorumlara yazın. Bu arada mən zombiləri, okçuları çox kolay öldürə bilərəm, amma Wither iskelet gerçekten çok güclü. Yəni bu qədər güclü olması anlayamadım. Bu qədər niyə güclü olabilir? Mən səsimi de kapadım, her şeyi kurum. Ya dostlar, şimdi bunu biraz alalım. Netherite set bile beni korumadı. Oklarımızı da götürək. Yayımızı. Mənlə hansı VS'də olmaq istəyirsinizsə, yəni Minecraft'da, yəni adətlərimi də götürüm. Neçə dənə qalmış etim, 62 dənə etim var, neyse. Şu burada da bunlar var. Neyse, burada videomu bitireceğim. Gələn səfərində Minecraft'da, yəni Minecraft'da bir dənə şey diyeyim. Hər şey edin. Yani bir tane ağaçlardan tekrar kurun, hazırlaşın, gedin köy tapın, şey deyin. Çünkü ben köy taptım. Artık yani her şeyi kurmuşum. Buradan bak, her şeyim var artık. Neyse. Bugünlük bu kadar videodan. VS'ni beğendinizse yorumlara yazın. Gerçi ben beğenmedim çünkü yani VS öldük. Ama neyse. Beğendinizse yorumlara yazın.
Yani Wither'de sizin için Wither'de danıştım. Düşünün ki bunu hardcore moddayım. Daha doğrusu yani hardcore modda tapıp bilərəm indi. Mən tapa bilməsəm indi nəsə hardcore modda. Ada tablomuza bakın. Ne kadar güzelmiş. Neyse burada yatak. Burada. Yani bir de düşünün de hayatta kalma modunda oynuyorsunuz. Her şey takutsuz ediyorsunuz. Ama hatta size gel bir Wither vurur öldürür. Her şeyiniz gider iyi. Vallahi. Ama yaratıcı modda yani oynuyorsunuz. Ben bir ara yaratıcı modda da oynamıştım. Yani şimdi de biraz hayatta kalma modu oynuyorum. Burada da zırhlarım var. Yani bundan da savaşmışım. Bakın. Bundan savaştığım anda neyse biraz dayanmak zorunda kaldım yani. Deməli, yani bununla savaşmışam yani. Mütəəssirlər və məni bununla öldürüblər. Necəmi zəhərləndim. Öldürdüm hamısı, sonunda zəhərlənib öldüm. Yani biraz çok gelir ama neyse. Burada videonu sonlandırmak istəyirəm. Qəşəng video olursa like abone olmayı unutmayın və mən burada sağollaşmaq istəyirəm. Hər kəs özünə çox yaxşı baxsın. Möhkəm olun, sağlam olun və mən də sağollaşmalıyım. Sağ olun.